İsmailzadələr ailəsinin taleyi böyük qardaş Əbdülvahab İsmailzadənin şəhidliyi ilə başlayaraq nəsillər boyu davam edən bir qəhrəmanlıq salnaməsinə çevrilib. Qələmi ilə yanaşı vətənə sədaqəti ilə də tanınmış bu nəslin yetirməsi olan Mikayıl Müşfiq, Azərbaycanın ilk şair şəhidlərindəndir. Azadlıq, sevgi və insanlıq duyğularını misralarında yaşadan şairin taleyi xalqımızın keşməkeşli tarixinin ayrılmaz parçasına çevrilib. Müsavat Partiyasında Gənclər Təşkilatına, yəni o gizli təşkilat olduğuna görə bilinməyib də ki, əsas o idarə edir. Cavanları, yəni Gənclər Təşkilatına o baxır. Vahab əmi də Əsəd əmi ilə iki qardaş, həmin o Müşfiqin Gənclər Təşkilatının üzvü olur, yəni sədrlik edə demək olar. Müşfiqə görə bunlar da qoşulur. Onların da ikisi güllələnir. Yaradıcılığa gənc yaşlarından qədəm qoyan Mikayıl Müşfiq taleyini və ömrünü şeirə bağlayıb. Milli poeziya xəzinəsinin dəyərli incilərindən hesab olunan Yenə o bağ olaydı, Oxu tar kimi şeirləri, Şəngülüm şüngülüm məngülüm, Kəndli və İlan mənzum nağılları, Qaya poeması və digər əsərləri ilə şair oxucuların sevgisini qazanıb. Mikayıl Müşfiq özü piyanoda, tarda, sazda gözəl ifa etdiyindən yazdığı şeirlər elə ilk andan sanki musiqiyə çevrilir. Müşfiqin lirik romantik şeirlərindən başqa vətənpərvərlik şeirləri, ana, vətən, əmək və təbiət hadisələri ilə bağlı şeirlər də var, uşaq şeirləri də var, çox gözəl tərcümələri var. Əlbəttə bu 29 yaşlı Müşfiqin doğrudan da necə nəhəng bir qüdrətli sənətkar olmasından xəbər verir. Şairin 118 illiyi münasibəti ilə büstü qarşısında keçirilən tədbirdə onun zəngin ədəbi mirası və milli ədəbiyyata verdiyi töhfələr bir daha xatırladıldı. Unudulmaz şairimiz, ölməz şairimiz Mikayıl Müşfiqin doğum günüdür. 5 iyun tarixini biz həm də uzun illərdir ki, Şairlər Günü kimi qeyd edirik. Artıq 16-cı Şairlər Günü olacaq bu il. Və biz hər il bu layihədə müxtəlif ölkələrdən gələn qələm adamları ilə həm də Müşfiqin rəmzi məzarına Xəzərə gül səpmə mərasimi həyata keçiririk. Uzaqdan uzağa, xam gümüş kimi ağaran səhradan necə çəkim. Tədbir çərçivəsində şairin şeirləri səsləndirildi, onun misralarına bəstələnmiş mahnılar ifa olundu. Arzu Yusif, Faris Şixəlizadə, Azər Məcidov, Mədəniyyət xəbərləri.